Peyğəmbər səhabəsi olan Ənəs, onun oğlu danışır. Deyir ki, atam hər gün Muaviyyəyə qoşulan gündən hər gün ya naharda, ya axşam yeməyində Muaviyyə ilə bir süfrədə əyləşərdilər və buna görə də Muaviyyənin süfrəsi ki, zəngin idi, hər bir şey vardı süfrədə. Həmişə evə gələndə keyfi kök olardı, tox olardı, xoş əhvallı olardı. Amma bir gün evə gələndə ki, gördüm halı yaxşı deyil, çox pis haldadır, fikirlidir. Soruşdum ki, nə olub? Dedi ki, oğul, bugün bir şey eşitdim və ona görə çox narahat oldum. Çox narahat oldum. Soruşdum ki, nədir, nə məsələdir ki, həmişə kimi yenə oturmuşduq Muaviyyə ilə bir süfrə kənarında. Birdən zehnimə gəldi. Soruşdum Muaviyyədən ki, axı sən bu Peyğəmbər ailəsindən, Peyğəmbər nəslindən, övladlarından nə istəyirsən? Məsələn, İmam Həsən əleyhissalamı, Peyğəmbərin nəvəsini bu qədər sıxışdırmaqda məqsədin nədir? Onsuz da nə onun qoşunu var, nə gücü var, nə silahı var. O sənə qarşı onsuz da çıxa bilməz. Niyə görə ondan yenə də əl çəkmirsən? Yenə də elə fürsətlər axtarırsan, bəhanələr axtarırsan, onu aradan aparmaq üçün, onu öldürmək üçün, şəhid eləmək üçün. Elə mən deyir, sualımın bu yerində olanda, oğul, azan vaxtı idi. Müəzzin başladı azan verməyə, mən sualı verə-verə. Və azanın yerində gəldi, çatdı Peyğəmbərin şəhadətinə ki, azanın bu yerində ki, deyilir, Əşhədu ənnə Muhammedən Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Bu yerinə çatanda deyir, Muaviyyə cavab verdi. Dedi, Ənəs, eşidirsən azançı müəzzin nə deyir? Deyir, dedim, bəli, eşidirəm. Peyğəmbərin rəsul olmasına, Allahın rəsul olmasına şəhadət verir. Deyir, nə qədər ki, məscidlərin minarəsindən, məscidlərin üzərindən müəzzinlər bu kəlməni deyirlər, yəni Peyğəmbərə şəhadət verirlər Allahın rəsulu olmasına, mən buna dözə bilmirəm. Nə qədər ki, o Peyğəmbəri bizdən üstün bilirlər, mən buna dözə bilmirəm. Mən ona görə son nəfəsimə qədər onlarla mübarizə aparacağım ki, onları, yəni Peyğəmbər ailəsini aradan aparım. Oğlu deyir Ənəsin ki, atam bu şeyləri danışdı mənim üçün və atam ondan sonra çox pis halda olmuşdu ki, Muaviyyənin məqsədini əslində Peyğəmbər ailəsi ilə apardığı batinin məqsədini açıqlayıb demişdi. Deməli, Bəni Üməyyənin əslində Peyğəmbər ailəsi ilə düşmənçiliyinin məqsədi onların üstünlüklərini, yəni Peyğəmbər və onun nəslinin, əhl-i beytinin üstünlüklərini, fəzilətlərini qəbul eləməməsinə görə idi.